Nazirliyin əməkdaşı 18 kiloqram qızılla tutuldu. Evinə baxış keçirilən zaman isə tapanca aşkarlanaraq götürüldü. Xəbərin təfərrüatlarına keçməzdən əvvəl burada üstəgəl işarəsini görürsünüz. Sonra toxunun ki, kanala abunə olasınız. Bəli, əzizləyicilər, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, daha dəqiq desək, İstintaq İdarəsinin əməliyyat müvəkkili Fuad Orucov 18 kiloqram qızılla tutulub. Qızılın ümumi dəyəri isə 1.700.000 manatdır. Avqazinfonun əldə etdiyi məlumata görə Fuad Orucov, Kamran Məhərrəmov və Xəyyam Qurbanovla əlbir olaraq sözgedən qızılı Türkiyədən Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirib. Eyni zamanda Fuad Orucovun yaşadığı mənzilə də baxış keçirilib. Baxış zamanı onun evindən tapanca və onun patronları aşkarlanaraq götürülüb. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Eyni zamanda saytda da vurğulanıb ki, hazırda aparılan cinayət işində digər vəzifəli şəxslərin əli olduğuna da əsaslı şübhələr var, araşdırmalar aparılır.